Gürcüstan bizim tarixi qonşumuzdur və bilirdinizmi ki, Gürcüstanın bir dövləti olan İmeretiya knyazlığının əsasını bir türk qoymuşdur. Bu kim idi? Belə ki, Gürcü hökmdarı Ali Georgi Laşın ölümündən sonra hakimiyyət onun bacısı Rusudan gəlir. Rusudan öz hakimiyyətini möhkəmləndirmək və saxlamaq üçün tələsik Anadolu Səlcuq dövlətinin hökmdarı 2-ci Qılınc Arslanla münasibətlər qurur və onun təklifi ilə Qılınc Arslanın nəvəsi Məhəmməd Qiyasəddin Türkənşaha evlənir və Qılınc Arslan öz nəvəsinə xristianlığı qəbul etməyi məsləhət görür. O da belə də edir və Demetri adını qəbul edir. Və bu nikahdan iki övladları Tamara və 6-cı David Narin anadan olur. Tamara yenidən Anadolu Səlcuq sultanının oğluna ərə gedir və David Narin isə Gürcüstanda hakimiyyət uğrunda öz dayısı oğlu Ulu Davidlə mübarizəyə başlayır. O zaman Gürcüstan Monqolların hakimiyyətində idi və Rusu da ölən kimi David Narin cəld tərpənir və 1248-ci ildə Qaraqoruma öz hakimiyyətini təsdiqlətmək üçün gedir. Lakin hakimiyyətə gələn Quyuq xan onu Hülakü xanın üzərinə göndərir. Hülakü xan isə 1249-cu ildə Gürcüstanda iki nəfəri, həm Ulu Davidi, həm də 6-cı David Narini hökmdar kimi təsdiq edir. Lakin gözlənilənin əksinə olaraq bunlar bir-birləri ilə vuruşmurlar. Faktiki olaraq Gürcüstanı iki yerə bölürlər və İmeretiya müstəqil dövlət kimi 6-cı David Narinin hakimiyyəti altında cəmləşir. Və 1262-ci ildə isə David Narin Hülakü xana tabe olmaqdan imtina edir və faktiki olaraq İmeretiya dövlətinin varlığını elan edir. Və 6-cı David Narin İmeretiya dövlətinin qurucusu olur.